Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Salam, hörmətli izləyicilər. Bugün son vaxtlar geniş müzakirə olunan maraqlı mövzulardan biri haqqında danışacağıq. Söhbət vətəndaşların pensiya yaşına çatmadan fərdi pensiya hesablarında toplanmış vəsaitdən istifadə etməsi imkanından gedir. Dünyanın bir sıra ölkələrində tətbiq olunan bu mexanizm vətəndaşlara müəyyən hallarda pensiya kapitalının bir hissəsindən vaxtından əvvəl yararlanmağa şərait yaradır. Bu vəsaitlər əsasən ilk mənzilin alınması, kiçik və orta biznesin qurulması, təhsil xərclərinin qarşılanması və digər mühüm sosial ehtiyacların ödənilməsi məqsədilə istifadə olunur. Bəs belə bir mexanizmin Azərbaycanda da tətbiq edilməsi mümkündürmü? Mövzu ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa açıqlama verib. Deputat bildirib ki, pensiya kapitalından vaxtından əvvəl istifadə imkanının yaradılması vətəndaşların sosial rifahının yaxşılaşdırılması baxımından mühüm addım ola bilər. Onun sözlərinə görə bu cür mexanizm insanların həyat şəraitinin yaxşılaşmasına kömək edəcək asanlaşdırıcı vasitələrdən biri hesab oluna bilər. Deputat qeyd edib ki, vətəndaşın sosial və maddi vəziyyətinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir və gələcəkdə Azərbaycanda da belə bir modelin nəzərdən keçirilməsi mümkündür. Fazil Mustafanın fikrincə, xüsusilə az təminatlı ailələr üçün belə bir imkan mühüm dəstək rolunu oynaya bilər. Bu hesab edir ki, ehtiyac yarandığı zaman vətəndaşın öz pensiya hesabında topladığı vəsaitin müəyyən hissəsindən istifadə edə bilməsi bir çox sosial problemlərin həllinə müsbət təsir göstərə bilər. Deputat ümid etdiyini bildirib ki, gələcəkdə bu istiqamətdə müvafiq mexanizmlərin hazırlanması və tətbiqi mümkün olacaq. Onun sözlərinə görə belə bir yanaşma həm vətəndaşların maliyyə imkanlarının genişlənməsinə, həm də ümumi sosial rifahın yüksəlməsinə töhfə verə bilər. Bununla yanaşı Fazil Mustafa vurğulayıb ki, belə bir sistem tətbiq olunacağı təqdirdə pensiya fondunun maliyyə dayanıqlılığı mütləq qorunmalıdır. Yəni, vətəndaşların vaxtından əvvəl istifadə edə biləcəyi vəsaitin həcmi, istifadə məqsədləri və qaydaları qanunvericiliklə dəqiq şəkildə tənzimlənməlidir. Qeyd edək ki, hazırda Azərbaycanda qüvvədə olan qaydalara əsasən fərdi pensiya hesablarında toplanmış vəsaitdən istifadə əsasən qanunvericilikdə nəzərdə tutulan pensiya hüququ yarandıqdan sonra mümkündür. Hazırda pensiya kapitalının ilk mənzilin alınması və ya biznes qurulması kimi məqsədlər üçün vaxtından əvvəl istifadəsinə imkan verən hüquqi mexanizm mövcud deyil. Mütəxəssislərin fikrincə, gələcəkdə bu istiqamətdə hər hansı dəyişiklik edilərsə, həm vətəndaşların maraqları, həm də pensiya sisteminin uzun müddətli sabitliyi nəzərə alınmalıdır. Çünki pensiya kapitalı insanların gələcək sosial təminatının əsas mənbələrindən biri hesab olunur. Hazırda isə pensiya kapitalından vaxtından əvvəl istifadə ilə bağlı hər hansı rəsmi qərar qəbul edilməyib. Mövzu ilə bağlı səsləndirilən fikirlər gələcəkdə mümkün islahatların müzakirəsi kimi qiymətləndirilə bilər. Rəsmi qərar qəbul olunacağı təqdirdə aidiyyəti dövlət qurumları tərəfindən ictimaiyyətə əlavə məlumat veriləcək. Siz bu məsələ barədə nə düşünürsünüz? Sizcə vətəndaşlara ilk ev almaq, biznes qurmaq və ya digər vacib ehtiyaclarını qarşılamaq üçün pensiya kapitalından müəyyən hissəni vaxtından əvvəl istifadə etmək imkanı yaradılmalıdırmı? Fikirlərinizi şərh bölməsində bizimlə bölüşməyi unutmayın. Yeni və gündəmdə olan xəbərlər üçün kanalımıza abunə olun, videonu bəyənin və bildirişləri aktiv edin. İzlədiyiniz üçün təşəkkür edirik. Sağ olun, növbəti videolarda görüşənədək.